Onlar 2 nəfərdirlər. Nəysə, gedək yolda ilk növbədə qaçaq. Belə indi oturmuşam, onları gözləyirəm. Salamlar dostlar, mən Qarşıyam. Bu gün sizinlə nə video çəkirəm? Başdan dostlar bildiyiniz kimi bu gün sizinlə deməli mən dostlarımla birlikdə çıxmışıq. İndi səhər idmanına. Səhər idmanında ilk növbədə qaçacaq. Sonra isə bəzi juqut, turnik və pres və s. idmanlarımız var. Onları yerinə yetirəcəyik və mən istəyirəm ki, bu videoda sizlə bölüşüm həmin hərəkətləri. Görək nə olacaq. İndi kamera arxasında da ki dostlarım var. Onlar 2 nəfərdirlər. Nəysə, gedək yolda ilk növbədə qaçaq. İlk növbədə dostlarım qaçanda da sizə bacardığım qədər kadrlar çəkməyə çalışacağam. Sağ olun hələlik. Bəli dostlarım, hal-hazırda az da olsa qaçmışıq demək olar ki. Az da deyil, çoxdur demək olar ki, yorulmuşuq. İndi burada dostlarım şəhid bulaq var idi. Burada biraz özümüzü islatdıq, biraz da susadıq ki, rahatlaşaq. İndi sizə bilmirəm, yolda kadrları çəkənmədim. Amma inşallah indi bundan sonraki kadrları sizinlə bölüşməyə çalışacağım. Görmüşsünüz ama bayağı dostlarım qaçmışıq. Bəli dostlarım, hal-hazırda qaçırıq yenə də. Arkada da uşaqlar var. Qaçırıq birlikdə. İnşallah birazdan birazdan inşallah çatdığımız yerdə daha doğrusu görüşərik. Nəfəs-nəfəsəyəm. Danışadamdan. Neysə. İndi bir dənə də bulaq tapsaq sizinlə birlikdə görüşərik. Hal-hazırda dostlarım gəlmişik, məhlədəyik. Uşaqlar getdilər sumkalar gətirməyə, çünki indi onların sırasıdır. Mən də ki məhəllədə indi oturmuşam, onları gözləyirəm. Baxıram, görürəm ki, gəlirlər ya yox. Demək dostlarım, qaçışımız bitdi. Məncə bu idmanlar çox gözəldir. Əgər sizin də ki belə 1-2 dənə dostunuz varsa, ümid edirəm ki, sizə tövsiyə edirəm ki, daha doğrusu onlarla birlikdə sizdə ki səhər idmanına çıxın və idman edin. İndi dostlarım, İndi birazdan dostlarım sizinlə birlikdə görüşərik. Bu arada aşağıdan kanala like atıb abunə olmağı unutmursunuz. Birazdan indi uşaqlar gəlsin. Onlarla bir yerdə məşqimizə davam edəcəyik. Sizləri çox sevirəm. Hələlik sağ olun. Bəli dostlarım, idmanımız hal-hazırda bitdi. Demək olar ki, biz də bitdik. İdmanımız çox gözəl şəkildə keçdi. Bəzi hərəkətləri sizinlə çəkib bölüşdüm. Amma dostlarım, hərəkətləri orada az bir kadr görsənir. Mən videonun arxasında onları eləyirəm, amma orada az kadrını qoymuşam ki, sizin ürəyiniz sıxılmasın. Nəysə dostlarım, məncə qaçdığımız gözəl bir gün idi. Videomuz da gözəl oldu. Amma düzdür, biraz qısa oldu. Aşağıdan kanala like atıb abunə olmağı unutmursunuz. Və aşağıdan çıxan Instagram sevmə, follow atmağı unutmursunuz. Sizləri çox sevirəm. Sağ olun, salamat qalın və özünüzə yaxşı baxın.